Hörmətli dinləyicilər, əfsuslar olsun ki, ali və orta məktəblərdə namuslu, qeyriyyətli, pak müəllimlərlə bərabər öz ac nəfsinə qul olan bəzi insanlar da, müəllimlər də vardır ki, mən bu şeiri həmən o kateqoriyaya həsr edirəm. O kəsə müəllim demək olarmı? Ən ağır faciə sayardım onu, tədris ocağında dəllal oyunu, imtihanda geysə bazarkun donu, o kəsə müəllim demək olarmı? Bilik nəyə lazım, pul gətir yetər, deyən kəs imansız, düşmandan bətər, namusun alçaldar, vətənin satar, o kəsə müəllim demək olarmı? Vətənə xəyanət, elmə xəyanət, artıq bu kəsləri ayırsın millət, etdiyi əməllər ağır fəlakət, acı fəlakət, o kəsə müəllim demək olarmı? Tələbə alarsa qiyməti satın, müəllim itirər mənəviyyatın, düşünməz vətən xalq müqəddəratın, o kəsə müəllim demək olarmı? Tələbə biliklə qiymətin alsın, elmə yiyələnsin, millət ucalsın, dəhşətdir müəllim sədəqə alsın, o kəsə müəllim demək olarmı? Birlikdə sükürək o kəsləri biz, haqq yoldan azmasın gələcəyimiz, kiminsə olmasa nəfsi natəmiz, o kəsə müəllim demək olarmı? Sizey uca adı uca tutanlar, müqəddəs adıza ləkə vuran var, haqqı doyan çoxdur, qoy desin onlar, o kəsə müəllim demək olarmı? O kəsə müəllim demək olarmı?